Azərbaycanın kifayət qədər qaz ehtiyatı var. Energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasında qaz dəhlizinin genişləndirilməsi perspektivləri xüsusilə müzakirə olunub. Azərbaycanın kifayət qədər qaz ehtiyatları vardır və hal-hazırda da müxtəlif yataqlarda işlər davam etdirilir. 2021-ci ildən bəri 2024-cü ilə qədər Azərbaycan qaz dəhlizi ilə ixrac olunan qaz həcmlərinin 57% artırılmasına nail olmuşdu. Əlbəttə ki, bu təxminən bir 60%-a yaxındır. Bu çox böyük nailiyyətdir. Bundan əvvəl qazın 45%-ni Rusiyadan alırdıq. Hazırda bu rəqəmi 13%-ə endirmişik. Biz bu göstəricini tamamilə sıfıra indirmək niyyətindəyik. Bu isə yalnız yaxşı dostlarımızın köməyi ilə mümkün olub və olacaq. Azərbaycan kimi dostlarımızın. Avropa İttifaqını təmsil edərək qaz sahəsində sıx əməkdaşlıq imkanına görə minnətdarlığımı ifadə etmək istəyirəm. İnanırıq ki, bu əməkdaşlıq qarşılıqlı fayda gətirir.